video yəqin ki 3-4 il davam edəcək fəlsəfə tarixi silsiləsinin başlanğıcıdır. Fəlsəfə nədir, xüsusilə də nə deyildir sualıyla başlamaq istədim. Çünki Azərbaycanda bu anlayışları biz ayırd edə bilmirik. Fəlsəfə, mifologiya, din və elm ayrı-ayrı predmetlər olan dünya görüşünün xüsusi formalarıdır. Fəlsəfə elmdir, din də bir fəlsəfədir deyirik, heç anlamamışam. Bunlar ayrı-ayrı şeylərdir. Hamısının ayrı predmeti var, hamısının yaranma tarixi fərqlidir. Bilirəm, bir-birləri ilə əlaqəlidir. Amma biz bunları ayırt etməliyik ki, onlarla məşğul ola bilək. Əgər din də bir fəlsəfədir deyiriksə, nə dini etiqadları tam olaraq yerinə yetirə bilərik, nə də fəlsəfədəki ən sadə məsələni belə müzakirə edə bilərik. Onsuz da edə bilmirik, amma ümid edirəm mənim çəkdiyim videolar bəzi şeylərin dəyişməyinə səbəb olar. Hər şeydən öncə Elbrus müəllimə təşəkkür etmək istəyirəm. Platon bütün varlıqlar, əsas ideyaların pis bir kopyasıdır deyir axı. Mən də bu videolarda, bütün fəlsəfə tarixi videolarında Elbrus müəllimin pis bir kopyası olacaq. Bunu qəbul edirəm. Fəlsəfəyə vahid tərif vermək çox çətindir, amma bu fəlsəfənin özünə xas bir xüsusiyyəti deyil. Dinə də tərif vermək çox çətindir, çünki dünyada 3000-dən çox din var. Bildiyim qədərilə. Və hamısının da xüsusiyyətləri fərqlidir. Hamısının xüsusiyyətlərini özündə daşıyan bir tərif mövcud deyil. Elmə də tərif vermək çox çətindir. 21-ci əsrdə elm, elmi yeniliklər, innovasiya və s. bunlar dilimizdən düşmür. Amma elm nədir dediyimiz zaman hamımız donub qalırıq. Çünki həqiqətən də nədir? Lord Russell, what is philosophy? Well, that's a very controversial question. I think no two philosophers will give you the same answer. My own view would be that philosophy consists of speculations about matters where exact knowledge is not yet possible. But that will only be my answer, not anybody else's. What's the difference between philosophy and science? Well, roughly you'd say science is what we know and philosophy is what we don't know. That's a simple definition. Universitetlərdə keçirilən ümumi fəlsəfə dərsində fəlsəfəyə belə bir tərif verilir. Kainat, dünya, insan və cəmiyyət münasibətlərinin ümumi qanun uyğunluqlarını öyrənən elmdir. Burada sadəcə elmdir hissəsində problem yoxdur. Tərifin bütün hissələrində problem var. Çünki bu tərif Sovetin dövründə qalıb. Sovetin dövründəki kitablarda yazmış ola bilərlər. Amma bu tərif 16-cı əsrdə qalıb. Çünki 16-cı əsrə kimi təbiətşünaslıq elmləri hələ fəlsəfədən ayrılmamışdı və biz o vaxtlar deyə bilərdik ki, fəlsəfə kainatı öyrənir, cəmiyyəti öyrənir. Hazırda elədir? Əlbəttə ki, yox. Cəmiyyəti sosiologiya öyrənir, kainatı astronomiya öyrənir, dünyanı geologiya, coğrafiya öyrənir və insanı da biologiya və yaxud da ki, psixologiya öyrənir. Və fəlsəfə nə qarır? Bu tərifə əsasən biz nə deyə bilərik fəlsəfə haqqında? Fəlsəfənin aktual tərifi belədir. Fəlsəfə fundamental məsələlərlə bağlı suallar qoymaq və onlara arqumentləşdirilmiş cavablar axtarmaqdan ibarət intellektual fəaliyyət sahəsidir. Burada hər şeyi, hər detalı ayrı-ayrı incələməliyik. Çünki bu tərif fəlsəfənin həm din olmadığını isbatlayır, həm də elm olmadığını isbatlayır. Birincisi, məsələn, filosofiya sözünün mənasında da bu var. Filosofiya nə deməkdir? Biliyi dalıca qaçan, biliyi sevən şəxs. Bilən şəxs deyil. Vurğulamaq istəyirəm, bilən şəxs deyil. Hansısa biliyə sahib olan şəxs deyil. Sahib olmağı arzulayan şəxsdir. Fəlsəfədə də biz suallar qoyuruq. Onları cavablandırmırıq. Bəli, cavablandırmağa çalışırıq. Amma ki, bir şeyin fərziyyədən nəzəriyyəyə keçməsi artıq onun elm olduğunu göstərir. Bir də ki, fəlsəfədə biz fundamental və ümumi anlayışlarla məşğul oluruq. Fundamental məsələlərlə məşğul oluruq. Bütün elm sahələrinə baxsanız, hamısının konkret predmeti var. Konkret bir sahəsi var. Hətta 21-ci əsrdə o qədər elm sahələri yaranıb ki, artıq hər bir elm sahəsi çox dar bir məsələləri əhatə edir. Və o dar məsələlərdə çox dərin analizlər aparır, araşdırmalar aparır. Coğrafiyanın predmeti daha geniş idi. Amma sonralar artıq bizim coğrafiya ilə bağlı biliklərimiz artdıqca yeni elm sahələri də yarandı. Coğrafiyadan artıq bunlar diferensiyasiya oldu deyirik. Lakin fəlsəfədə belə deyil. Fəlsəfənin konkret bir predmeti yoxdur. Biz fəlsəfəyə insan haqqında elm deyir,
həyatın mənası haqqındadır deyə bilmirik. Çünki fəlsəfə daha genişdir. Fundamental məsələlərin və universal anlayışların nə olduğunu fəlsəfədəki təriflərlə danışmaq olar. Lakin mən istəyirəm ki, bunu hər kəs başa düşsün. Ona görə də sadə bir şəkildə anlatmağa çalışacağam. Fundamental məsələ o deməkdir ki, biz fəlsəfədə elə məsələlər müzakirə edirik ki, bu bütün elm sahələrinin, bütün bizim biliklərimizin əsasını təşkil edir. Məsələn, varlıq anlayışı. Mövcud olan hər şey varlıqdır. Hətta bizim görmədiyimiz şeylər belə. Məsələn, biz adi gündəlik həyatımızda varlıq dediyimiz zaman görə bildiyimiz şeyləri nəzərdə tuturuq. Amma ki, fəlsəfədə elektromaqnit dalğaları da varlıqdır. Bizim pis hiss etməyimiz belə, məsələn, xoşbəxtlik duyğumuz belə varlıqdır. Çünki mövcuddur. Yəni ki, biz var ola bildiyini deyə bildiyimiz, haqqında danışa bildiyimiz hər şey varlıq hesab olunur və fəlsəfədə o varlıq məsələsi müzakirə olunur. Amma biz deyə bilmərik ki, bir insan niyə özünü pis hiss eləyir? Bu fəlsəfənin predmeti deyil, psixologiyanın sahəsidir, predmetidir. Fəlsəfədə biz ümumiyyətlə duyğu nədir, onu müzakirə edirik. Hərəkətin xüsusi növünü müxtəlif elm sahələri öyrənir. Məsələn, mexaniki hərəkəti fizika öyrənir. Kimyəvi hərəkəti kimya öyrənir. Bioloji hərəkəti biologiya öyrənir. Lakin fəlsəfədə biz ümumiyyətlə hərəkət nədir, onu öyrənirik. Ümid edirəm anlaşıldı. Və yaxud da ki, sosial sahələrdə misal çəkim. Tarixdə biz xüsusi dövlətlərin, xüsusi bir dövrün tarixi inkişafını danışırıq. Filan dövlət filan tarixdə yarandı, müharibələr filan tarixdə oldu, bir dövlət və imperiya inkişaf etdi, süquta uğradı, necə süquta uğradı və s. Biz orada, məsələn, neysə, bütün gün uşaqların səsi başımıza düşür. Sonra da biz video çəkəndə başlayırlar zırılamağa, ağlamağa ki, sakit durun. Fəlsəfə ilə belə şeylər üçün lazımdır. Boş yerə əsəbləşməmək üçün, məntiqli qərarlar verə bilmək üçün. Yəni, insan düşünə bilməyəndə mənasız qərarlar verə bilir. Əri ilə problemlər olan qadınlar da. Biraz normal adamla evlənsələr, ya da ki, özləri normal olmağa çalışsalar. Neysə, fəlsəfədən danışırıq. Harada qalmışdım mən? Tarixdə xüsusi bir dövrdən və yaxud da ki, xüsusi bir dövlətin inkişafından, süqutundan bəhs olunursa, fəlsəfədə isə tənəzzül nədir, inkişaf nədir, bundan bəhs olunur. Sosial şəbəkələrdə Hegelin dialektikasını eşitmiş olarsınız. Hegelin dialektikası da inkişaf haqqındadır. Yəni, dialektika inkişaf deməkdir və Hegel orada inkişafın 3 qanunundan bəhs edir. Və əslində məntiqli qanunlardır. Nə qədər Hegelin sosial şəbəkələrdə adı çıxmış olsa da, yaxşı filozof olub. Nəticədə fəlsəfə ilə elmin fərqi odur ki, hər bir elm sahəsinin xüsusi bir predmeti var. Fəlsəfənin isə predmeti ən ümumi qanun uyğunluqlardır. Fəlsəfənin də marağı oradadır ki, biz fəlsəfədə əslində günlük həyatımızda heç düşünmədiyimiz, heç nəzərə almadığımız məsələləri müzakirə edirik. Məsələn, hər birimizin saatı var telefonlarımızda, qolumuzda və hər birimiz zamanın nə olduğunu bildiyimizi zənn edirik. Amma zaman nədir? Buna görə də fəlsəfəyə obrazlı şəkildə deyilir ki, görünənlərin görünməyən tərəfləri ilə məşğul olur. Məsələn, biz günlük həyatımızda zamanlı ifadə edən saatlardan istifadə edirik, amma zamanın o qədər də nə olduğunu düşünmürük. Yəni ki, burada saatın görünməyən tərəfi əslində o zamanın mövcudluğudur. Bizim zamanı qavrama şəklimizdir. Fəlsəfə ilə dinin fərqindən danışaq. Məncə bunu ayırt etmək o qədər də çətin olmamalıydı. Dində birincisi əmr verilir bizə. Həyatı necə yaşayacağımıza dair konkret cavablar var. Fəlsəfədə dediyimiz kimi cavablar yoxdur. Biliyin özü yoxdur. Biliyi biz axtarırıq. Axtarış. Fəlsəfə əslində o axtarış fəaliyyətidir. İntellektual fəaliyyət dediyimiz şey əslində odur. Fəlsəfə ilə dini çox rahat ayırt edə bilməyimiz üçün fəlsəfənin yaranma tarixinə baxmalıyıq. Fəlsəfə antik Yunanistanda eramızdan əvvəl 5-ci əsrdə Thaleslə Anaximandrın insanların tanrıya ehtiyacı olmadan da düşünə bildiklərini görmələri ilə başladı. Biz şərqlilər olaraq əslində fəlsəfənin şərqdən başladığını müdafiə etməliyik. Çünki Thales və Anaximandr, hətta Pifaqor bəzi fəlsəfi ideyalarını Misirdən götürüblər. Thaleslə Pifaqor əslində Misirə tez-tez gedib gəlirdilər və Misirdəki insanların hərəkətlərindən, etdiklərindən, yaşam tərzindən gördülər ki, əslində o insanlar bunu tanrıya ehtiyacı olmadan edirlər. Amma bunun fərqində deyirlər. Biz dedik axı, fəlsəfə nəyisə bilmək deyil, nəyisə bilməyə çalışmaqdır. Kalastrocular bərabər üçbucaqlardan istifadə etməyi bilirdilər və bununla da Nil çayının qabağını kəsə bilirdilər. Yəni, bu bilik onların işlərini yarayırdı.
Amma bunu deyirdilər ki, biz ustamızdan öyrənmişik. Yəni ki, onlar nə etdiyinin o qədər də fərqində deyildilər. Yəni ki, olan etdiyi şey məqsədyönlü fəaliyyət deyildi əslində. Məqsədyönlü fəaliyyət demək tam doğru olmaz əslində. Demək istədiyim odur ki, onlar onu niyə etdiklərini o qədər də bilmirlər və biliklərinin əsasının Tanrıda olduğunu düşünürdülər. Çünki din adamları onlara əmr edirdi ki, Tanrı bunu etməyinizi sizə əmr edir. Yəni ki, din adı altında onu edirdilər. Fəlsəfə demək isə şuurlu bir şəkildə düşünmə fəaliyyətidir. Yəni ki, sən bilirsən nə düşündüyünü, nə axtardığını bilirsən. Sualını özün qoymusan, öz ağlınla düşünürsən. Tanrı mənə belə əmr elədi, Tanrı belə dedi, Tanrı yox, belə istəyir və s. demək deyil. Eyni zamanda dində bizim dəqiq cavablarımız var. Belə yaşamaq lazımdır, belə düşünmək lazımdır, belə hərəkət etmək lazımdır. Hətta addımlarımıza qədər necə davranmalı olduğumuzu, hansı ayağımızı addım atmalı olduğumuzu belə Tanrı bizə deyib. Yaşamağının kılavuzunu verib ki, bizə belə yaşayın. Fəlsəfədə isə bizə necə düşünməli olduğumuzu öyrədirlər əsasən. Filozofların hamısı əslində öz arqumentləri ilə bizim necə yaşayacağımıza dair qərar vermə prosesimizə təsir etməyə çalışırlar. Yəni ki, hər birimizin həyatı fərqlidir və hər birimiz fərqli şəkildə yaşaya bilərik və biz necə yaşayacağımıza necə qərar verə bilərik. O qərar vermədə filozoflar bizə yardımcı olur. Bizə bir yol dizirlər əslində. Yolun sonunu göstərmirlər ki, bura çat. Bizə sadəcə deyirlər ki, filozofların hamısı yolumuzu necə dizəcəyimizi bizə göstərirlər. Bizə onu öyrədirlər və deyə bilərik də, məsələn, bizə balıq vermirlər, balıq tutmağı öyrədirlər. Əziz dindarlar, sizə bir şey də deyim. Fəlsəfə biz insanların yaratdığı bir şeydir axı, insanların düşünmə fəaliyyətinin bir nəticəsidir. Əgər biz din də bir fəlsəfədir deyiriksə, İslamı götürsək, Məhəmməd Peyğəmbərin yaratdığını qəbul etmiş olaraq dinin. Məhəmməd Peyğəmbər sadəcə baxdı xalqa və dedi ki, bunları dəyişdirmək lazımdır və Hammurapi kimi öz qayda qanunlarını yazdı. Siz əslində din bir fəlsəfədir dediyiniz zaman Məhəmməd Peyğəmbərin Tanrının elçisi olduğunu inkar etmiş olursunuz. Ona görə də bir müsəlman olaraq fəlsəfə ilə dini ayırmaq ən çox sizə lazımdır. İnsan öz ağlı ilə düşünə bilər, sorğulaya bilər. Zaten din mifologiyanın sorğulanması nəticəsində yarandı. Thales, Anaximander, Anaximenes mifologiyanın verdiyi məlumatları yetərsiz gördülər. Dedilər ki, dünya bundan ibarət deyil. Və başladılar dünyanın əsasında nə var, onu düşünməyə. Fəlsəfə əslində dinin inkarı ilə başlayır, mifologiyanın inkarı ilə başlayır. Son olaraq, dinlə fəlsəfəni ayırt edə bilmək üçün düşünməklə fikirləşməyi ayırt edə bilməliyik. Düşünmək əslində fəlsəfə aiddir. Dində isə biz sadəcə fikirləşə bilərik. Fikirləşmək demək bir çərçivəyə sahib olmaq deməkdir. Məsələn, Quranı çərçivə kimi götürə bilərik burada. Biz Quranı oxuyub, oradakı ayələrlə bağlı fikirləşə bilərik. Çünki biz nə etsək də, əgər biz Qurana inanırıqsa, o çərçivədə fikirləşəcəyik. Düşüncələrimiz sadəcə o çərçivədə olacaq. Yəni ki, səbəbimiz, biliklərimiz, nəticəmiz o çərçivədə olacaq. Quranın bizə dedikləri çərçivəsində olacaq. Lakin fəlsəfə hər dövrdə genişləyən, hər dövrdə bizi fərqli məsələlərə götürən bir dünya görüşüdür və biz orada düşünə bilirik. Düşünməkdə çərçivə yoxdur və biz düşünəndə əslində yeni şey axtarırıq. Hər filozofda bu var da. Məsələn, ona görə biz hər filozofu oxuduğumuz zaman o filozofun çox haqlı olduğunu düşünürük və başqa filozofu oxuduqdan sonra görürük ki, başqa bir məqam da var imiş. Çünki bilik fəlsəfədə həmişə genişlənir. Sonsuz olaraq. Amma məsələn, dində belə deyil də, dinin çox qalın çərçivələri var. Fəlsəfədə belə bir şey yoxdur. Hətta fəlsəfi düşünə bilmək üçün, analiz qabiliyyəti üçün, tənqidi düşünə bilmək üçün bizim çərçivələrimiz olmamalıdır, belə baxanda. Bizə verilən, bizə diktə olunan biliklərdən, qayda qanunlardan kənara çıxmalıyıq ki, fəlsəfi düşünə bilək, nəyisə tənqid edə bilək. İzlədiyiniz üçün təşəkkür edirəm. Bilirəm, qısa oldu, yəni bu qədər qısa danışılası bir məsələ deyil, amma hər kəsin səbirlə izləyə biləcəyi bir video olmasını istədim. Bəyənsəniz, mənə çox böyük yardım etmiş olarsınız. Hətta öz fikirlərinizi də yaza bilərsiniz. Fəlsəfə ilə, dinlə bağlı, bunların fərqi ilə bağlı. Niyə bizimkilər bunları ayırt edə bilmir? Həqiqətən də bacarmırlar, yoxsa sərf eləmir? Onları danışa bilərik.